Xəritədəki ölçüsü 1,6 sm olan iki şəhər arasındakı məsafə 3200 metr olarsa, xəritənin miqyasını tapın. Xəritənin miqyası 1 bölünsün. 1 sm-də həqiqi ölçünün neçə santimetri yerləşdiyidir. Və biz tənasib olaraq quraq 1,6 3200 metrə uyğun gəlirsə, 1 sm-də x metrə uyğun gəlməlidir. Buradan x tapaq, x bərabərdir 3200 vurulsun 1 bölünsün 1,6. 3200 10-a və 1,6-da 10-a vursaq, 32.000 bölünsün 16 alarıq. Bu da bərabərdir 2000 verər bizə. 2000 metr. 2000 metri də santimetrə çevirsək 100-ə vurmalıyıq. Yəni 2000 və 2 dənə də 0 artırsaq 200.000 alarıq. 200.000 santimetr. Deməli, miqyas olacaq 1 bölünsün 200.000. Burada.